Salam uşaqlar, hər vaxtınız xeyir. Riyaziyyat dərsliyimizlə növbəti mövzumuza davam edirik. Növbəti mövzumuz rasional ədədlərin vurulması və bölünməsidir. Bu da eyni qayda ilə vurulma və bölünmədə adi kəsirlərin vurulması və bölünməsi qaydası ilə birə-bir eynidir. İndi isə gəlin başlayaq tapşırıqlar üzərindən aydınlıq gətirməyə. Nömrə 1 ilə başlayaq. Deyək ki, vurma əməlini yerinə yetirin. A bəndində. Baxırıq ki, belə üzərində qeyd edirik, sadəcə cavablarını buraya yazacağım. Baxırıq ki, heç biri ixtisar getmir. Ona görə əgər ixtisar getmədiyi müddətdə biz sürəti sürətə vurub sürətdə yazırıq. Məxrəci ilə məxrəci bir-birinə vurub elə məxrəcdə yazırıq. 4-ü 5-ə vurduğumuz zaman 20 edir. Mənfi 3-ü mənfi 1-ə vurduğumuz zaman müsbət 3 edir. 2 dənə mənfi bir-birinə vurulanda müsbət ədəd alınır. Yəni A variantının cavabı 20-də 3 alınır. Keçdik B bəndinə. Burada da baxırıq ki, heç bir ixtisar yoxdur. Necə yoxdur? Mənfi 5-i 5-ə böldüyüm zaman elə 1-i yazaram. Bu şəkildə mənfi 2 bölünsün 3 vurulsun. Mənfini müsbətə böləndə elə mənfi 1 edəcək. Mənfini də mənfiyə vurduğumuz zaman elə cavabımız 3-də 2 alınacaq. Növbəti C bəndində. C bərabərdir. Baxırıq ki, yenə heç bir ixtisar gedəcək ifadələr yoxdur. 8-i 3-ə vurduğumuz zaman 24, 5-i mənfi 1-ə vurduğumuz zaman mənfi 5-i alırıq. D bəndində. Bərabərdir. Mənfi 28 bölünsün 55-ə. Çünki ixtisar gedəcək heç bir ədədimiz yoxdur. Y bəndində. 6 ilə 3 ixtisar gedəcək. 3 1 qalacaq, 6 2 qalacaq. Misalımız bu şəkildə olacaq. Mənfi 1 bölünsün 7 vurulsun, mənfi 5 bölünsün 2-yə. 7-ni 2-yə vurduğumuz zaman 14, mənfi 1-i mənfi 5-ə vurduğumuz zaman müsbət 5-i almış oluruq. Növbəti, buradan görürsünüz, bir dəqiqə yaxınlaşdıraq. Belə edək, siz də rahat görə biləsiniz. Bəli. G bəndində heç bir ixtisar olunacaq ifadəmiz yoxdur. 3-ü 5-ə vurduğumuz zaman edəcək 15, 2-ni 1-ə vuranda 1, misalda da mənfi. H variantında 6 ilə 4-ün hər tərəfin 2 ixtisar edərəm. 6 qalar 3, 4 qalar 2. Misalımız bu şəklə düşər. 6-nı 2-yə böləndə təkrar qeyd edirəm 3 edir. 5 olduğu kimi qalacaq. Vurulsun, 1 bölünsün. 4-ü 2-yə böldüyüm zaman 2 edəcək. 5-i 2-yə vuranda 10, 3-ü 1-ə vuranda 3, mənfi işarəsi də öz yerində. İ bəndində. Baxırıq ki, burada 5 ilə 15, 14 ilə 7 ixtisar gedəcək. İxtisar etdiyim zaman burada deyirəm, diqqətli qulaq asın. 5-i 5-ə böldüyüm zaman 1 edəcək. 7-ni 7-yə böldüyüm zaman 1 edəcək. Özüm yazıram ki, bu şəkildə görəsiz. 14-ü 7-yə böldüyüm zaman 2 edəcək. 15-i 5-ə böldüyüm zaman 3 edəcək. Mənfini mənfiyə də vuranda olacaq müsbət 3-də 2. J bəndinə keçək. Eyni qayda ilə. 8 ilə 4-ün hər tərəfin 4-ə ixtisar edərəm. 8-i 4-ə böləndə 2 edəcək. 9 ilə də 3-ü hər tərəfin 3-ə böləcəm. 9-u 3-ə böləndə 3 vurulsun, mənfi. 3-ü 3-ə böləndə 1 almışdıq. 4-ü də 4-ə böləndə 1 almışdıq. 2 dənə mənfini bir-birinə vurduğumuz zaman yenə 3-də 2-ni almış oluruq. Sonra K-ya keçək. 7 ilə 14 ixtisar gedir, qalır mənfi 3. 14-ü 7-yə böldüyümüz zaman 2 edir. Mənfi 3 bölünsün 2 və yaxud da mənfi 1/2-də bir şəklində də yazmaq olar. Və sonuncusu el bəndi. 6 ilə 3-ü ixtisar aparırıq, qalır mənfi 5 bölünsün 6-nı 3-ü 3-ə böləndə 1, 6-nı da 3-ə böldüyümüz zaman 2 edəcək. Misalımız hər iki İkisində də mənfi olduğuna görə 5-i də 2-yə vurduğumuz zaman edəcək 10. Bax, bu şəkildə birinci misalımız da burada yekunlaşır. Keçək növbəti ikinci misalımıza. Ədəd oxumda təsvirə uyğun vurma əməlinə aid misal yazın və hasili tapın. Baxırıq ki, burada mənfi 5-də 2-dən söhbət gedir. Amma neçə dənə mənfi 5-də 2 var? 1, 2, 3 dənə. O zaman yazırıq ki, 3 vurulsun mənfi 5-də 2.
3'ü mənfi 5'də 2'ye vurduğumuz zaman mənfini burada qeyd edək. Burada aşağıdan yazım göstərim. 3 vurulsun mənfi 5'də 2. Bu edəcək mənfi 6 bölünsün 5'ə. Bu da bərabərdir mənfi 1 tam 5'də 1'ə. Yəni cavabımız mənfi 1 tam 5'də 1 alınır. Yine tekrar qeyd edirəm, deyəsən fokuslanmada problem yaşamışdıq. Mənfi 5'də 2'dən 3'dən olduğu üçün 3'ü vururuq mənfi 5'də 2'yə. 3'ü 2'yə vurduğumuz zaman 6, 5 olduğu kimi qaldı. Düzgün olmayan kəsirdə qarşı ədədə çeviririk. Və yaxud da fikir versəz, bura 5'də 6 aldıq. 5'də 6 mənfidən söhbət gedir. Mənfi 5'də 5 görürsən 1 oldu. Mənfi 5'də 4, 5'də 3, 5'də 2, 5'də 1, bu da 5'də 0, yenə də 0 alındı. Yəni deməli bizim misalımız doğrudur. 3 vurulsun mənfi 5'də 2'yə. Burada baxırıq 1, 2, 3, 4, 5 dənədir. Yazacaq misal olaraq. Üzr istəyirəm. Səsim getmişdi uşaqlar, üzr hesab edin. 5 vurulsun mənfi 3'də 1 şəklində. Çünki yenə deyirəm, mənfi 3'də 1'dən 5 dənədir. Bu da bərabərdir mənfi 5 bölünsün 3'ə, mənfi 1 tam 3'də 2. Burada bu şəkildə yazırıq ki, mən burada göstərim. 5 vurulsun mənfi 3'də 1, bu da 5 bölünsün 3 şəklində yazılır. Keçdik növbəti uşaqlar 3-cü misalımıza. Buradan yazaq nömrə 3. İfadələrin qiymətini deyir hesablama aparmadan müqayisə elə. Yenə əvvəlki dərslərdə də yazdığımız kimi nəyə əsasən biz müqayisə eləyə bilərik? Müsbət və ya mənfi ədəd aldığımıza görə. Məsələn, birinci tərəfdə bax bura mənfi alınacaq, digər tərəfi müsbət alınacaq. Bir mənfi, bir müsbətdirsə, əlbəttə ki, müsbət olan daha böyük olacaq. Aydın oldu. Ona görə gəlin misallarımızı həll eləyərək də baxaq. Mənfi 4,2'ni birbaşa cavabını yazıram. 4,2'ni 1,5'e vuranda 6,3 edəcək mənfi. 7,5'i 1,2'ye vurduğumuz zaman müsbət 9 edəcək. Əlbəttə ki, bu daha böyük olacaq. B bəndində bu tərəfi hesabladığımız zaman edəcək 4, digər tərəfdə 0 edəcək. Əlbəttə ki, 4 daha böyükdür. Digər tərəfdəki misalımız, baxın, buraya yaxınlaşdırım. Bu şəkildədir. C variantında. Birinci tərəf mənfi 2'də 1 alınır. İkinci tərəf 14'də 1 alınır. Heç bunları ortaq məxrəcə gətirməyə ehtiyac yoxdur. 14'də 1 daha böyük olacaq müsbət olduğuna görə. Nömrə 4 ilə davam edirik. A variantında yeni misalları cavabını yazırıq. A variantında mənfi 1,2'ni 2,5'e vurduğumuz zaman 3 edəcək. B bəndində mənfi 5,1'i mənfi 3,6'ya vuranda 18,36 edəcək. C variantında artıq bunları yazaq. Necə yazaq? Mənfi 4,6'da 1'i düzgün olmayan kəsirə çevirək, qarşı ədəd. Bu edəcək bərabərdir mənfi 6'da 25 vurulsun mənfi 5'də 9. 6'nı 3'ə böləndə 2 eləyəcək, 9'u 3'ə böləndə 3 edəcək. 25 ilə də 5, hər tərəf 5'ə ixtisar gedəcək. Alınacaq deməli 15 bölünsün 2. Bu da 7,2'də 1 şəklində yaza bilərik. D variantına keçək. Bərabərdir mənfi 5'i 1'ə vuranda 5, 5'də 7 vurulsun mənfi 5'də 1'ə. Bu edəcək müsbət 20, 5'də 7. Digər tərəfdən Y bəndində bərabərdir mənfi 5'də 4 vurulsun 8'i 3'ə vurduğumuz zaman 24, bu edəcək 25. 5 ilə 25 hər tərəf ixtisar gedəcək 5'ə, 8 ilə də 4 hər tərəf 4'ə ixtisar gedəcək. Bu şəkildə alınacaq. Bu 2'də 5. 2'də 5'i də 2,2'də 1 şəklində qeyd edə bilərik. F variantı ilə bu şəkildə davam edək ki, siz görə biləsiniz. Biz fokusda niyə belə problem yaşayıram bilmirəm. Bərabərdir. Mənfi 2'də 1 vurulsun 4, 2, 8, bu da 9. Deməli edəcək mənfi 8'də
9. Bu da mənfi 1,8'də bir şəklində yazılır. G-da bərabərdir 2,16 alınacaq. H bəndində mənfi 4 üçün 12, 14 vurulsun 6'da 1'ə. 6'nı 2'ye böldüyüm zaman 3, 14'ü 2'ye böldüyüm zaman 7. Olacaq mənfi 7 bölünsün 6. Daha doğrusu 9. 3'ü 3'e vuranda 9. 9'da 7 alındı. İ bəndində mənfi 2,5 vurulsun. 2,5 ilə 10,5 şəklində yazaq. 1,5'də 3 bərabərdir. Mənfi 12'ye vuranda 20, 25 vurulsun. 5 birim 5, bu da 8. 25 ilə 5'in hər tərəfini 5'e ixtisar edirik. Bunları da 2'ye ixtisar etdiyimiz zaman bu şəkildə alınır. 20 bölünsün 5'e, bu da edəcək mənfi 4. Sonuncusu J bəndi. 1,6 vurulsun mənfi 2 birim 2, bu da 3. 10'u 1'e vurup üstüne 6 geldiğimiz zaman edəcək 16 vurulsun 2'də 3'e. Da bərabərdir. 16 ilə 2 8'e ixtisar gedəcək. 8 ilə 10'da hər tərəf 2'ye ixtisar gedəcək. Olacaq 12 bölünsün 5'e. Bu da mənfi 2,5'də 2 şəklində yazmaq olar. Keçək növbəti misalımıza. Növbəti 5-ci misalı buradan yazaq. Elə burada yerimiz var. Deyir ki, verilən ədədlərin qarşılıqlı tərs ədədlər olub olmadıqlarını müəyyən edin. Uşaqlar, qarşılıqlı tərs ədədlər hasili 1'ə bərabər olan ədədlərə deyilir. Yəni, sən 5'də mənfi 2'ni mənfi 2'də mənfi 5'ə vurduğun zaman 1 alırsansa, deməli bu tərs qarşılıqlı tərs ədəddir. Almırsansa, deməli qarşılıqlı tərs ədəd deyil. Bir hamısını vurmaqla hesablayaq. Birbaşa cavab da demək olar, amma göstərməkdən ötürü 2 dənəsini yazacağım. Bərabərdir. Biz 5'də mənfi 2 vurulsun. Bax, bu mənfi ilə bu mənfi bir-birin müsbətidir. Yəni, biz demişik axı, bu mənfini məxrəcdə də yaza bilərik, sürətdə də yaza bilərik, kəsin qarşısında da yaza bilərik. 2 dənə mənfi onsuz da bir-birin müsbətidir. Yəni, bizim ədədimiz olur 2'də 5. 2 ilə 2, 5 ilə 5 ixtisar gedib 1 alınır, amma mənfi 1 alınır. Amma biz demişik ki, hasili müsbət 1'ə bərabər olmalıdır. Ona görə burada cavab yazırıq ki, tərs deyil. B bəndində bu şəkildə yoxlayaq. Mənfi 5'i 1'ə vuranda 5, üstünə 2 gəldiyimiz zaman 7. Mənfi 5'də 7 vurulsun mənfi 7'də 5'ə. 7'lər ixtisar gedir, 5'lər də ixtisar gedir. Mənfini də mənfiyə vurduğumuz zaman müsbət 1 alırıq. Yazırıq ki, tərsdir. C variantında da hamısını bir-bir yoxlayırıq, tərs deyil. Vurub yoxlayırıq. D variantında da tərs deyil. Çünki biri müsbət, biri mənfidir. Y variantında da 9 mənfi 9'da 5'dir. Bu da tərsdir. Y variantı tərsdir. Bu şəkildə keçək növbəti 6-cı misalımıza. 6-cı misalımız nədir? Deyir, vurmanın xassələrindən istifadə etməklə ifadələrin qiymətini əlverişli üsulla tapın. Və biz hər dəfə bu əlverişli üsulu demişik. Vurmanın biz bilirik ki, yer dəyişmə, qruplaşdırma, paylama xassələri var. Yer dəyişmə xassəsi vurğuların yerini dəyişəndə hasil dəyişmir. Qruplaşdırma bizə uyğun olan 2 dənə qonşu ədədi qruplaşdırıb digərinə vururuq. Paylama xassəsi isə, məsələn, bir ədəddən 2 dənədirsə, uyğun olaraq bir-birinə paylamaqdan, mötərizə xaricinə çıxartmaqdan söhbət gedir. Yəni, burada da, məsəl üçün, bax deyək, bir-iki dənəsini nümunə olaraq göstərsəm, sonra bir hamısının elə birbaşa cavabını yazacaq. Nömrə 6. Nömrə 6-da birincidə yazıb ki, birinci misalı köçürdüm. Mənfi 4'də 1 vurulsun 7,8 vurulsun mənfi 4. Sən burada hansını qruplaşdıra bilərsən? Əlbəttə ki, mənfi 4'də 1 ilə mənfi 4'ü necə? Yazarsan ki, mənfi 4'də 1 vurulsun mənfi 4'ə, o da vurulsun 7,8'ə. Sən bu mənfi 4'dən 4'ü ixtisar edib, mənfini mənfiyə vurub 1 vurulsun 7,8, bu da ilə bərabərdir 7,8'ə. Və yaxud da ikinci misalda
0,2 vurulsun 3,4. Bu da vurulsun -5'ə. Sən nəyə qruplaşdıra bilərsən? Yeni bir onluq alırsan. Bax, qruplaşdıraraq 0,2-ni 5'ə vurduğun zaman sən 1 alırsan. Mənfi ilə də mənfi müsbət edir. Olur 1 vurulsun 3,4'ə. O da edir 3,4. Digər tərəfdən 6,4 vurulsun, yox, misal götürdüm. -3,7, bu da vurulsun 3,6'ya. Paylama xassəsidir. -3,7-dən 2 dənədir. -3,7-ni mötərizə xaricinə çıxardırsan, 6,4-ün üstünə 3,6 gəlirsən, aldığın cavabı da 3,7-yə vurursan. Bax, yəni bu şəkildə. -3,7 mötərizə xaricinə çıxartdın. Yəni mənfidir deyə bu şəkildə yazdım. 6,4 üstə gəlsin 3,6-ya. Bu edəcək -3,7 vurulsun 10. Bu da edəcək -37. Bax, bu şəkildə. Keçdik növbəti misalımıza. -1,6-da 1 vurulsun -9-da 5 vurulsun -7-də 6. Bərabərdir. -6-nı 1'ə vuranda 6. Bax, -6-da 7 ilə 7-də 6-nı qruplaşdıra bilərsən. Vurulsun -7-də 6. Bu da vurulsun -9-da 5'ə. 6 ilə 6, 7 ilə 7 ixtisar gedir. Burada qalır müsbət 1. Müsbət 1-i də -5 bölünsün 9'a vurduğumuz zaman ilə -9'da 5'i almış oluruq. Yenə eyni qayda ilə biz məsələn 9'da 5'i ortaq məxrəcə, daha doğrusu mötərizənin xaricində yazıb, daxilində də bunları toplayıb yaza bilərik. Və yaxud da yenə 11'i 5'ə vurarıq, məsələn edər 55 bölü 13'ü 9'a vurduğumuz zaman edər 117. Biri mənfi, biri müsbət olduğu üçün çıxaq olacaq. 2'ni 5'ə vuranda 10, yenə 13'ü 9'a vuranda 117. Bu da edəcək -65 bölünsün 117'yə. Digər tərəfdən 0,4 ilə məsələn 25'i sən qruplaşdıra bilərsən, vurarsan 4,1'ə. Hamısını bu şəkildə birbaşa bu ifadənin cavabını yazaq. Yəni 1 edəcək, biri də mənfi. İkisi də mənfi olduğu üçün müsbət 4,1'i almış oluruq. Növbəti misalımız -1,25 vurulsun -3,7'ye, o da vurulsun 0,8'ə. Burada qruplaşdırarıq. -1,25 vurulsun -0,8, bu da vurulsun -3,7'ye. Bura yenə 1 edəcək. Biri də -3,7'ye vurduğumuz zaman elə -3,7'ni almış oluruq. Və sonuncu misalımızda sonda 8,4'də də var. Misal oraya yazaq. 4'də 1 vurulsun -1 tam çıxılsın vurulsun 8,4'də 1'ə. Buradan görə yer çatacaq. Biz burada -2'ni 1'ə vuranda 2, 2'də 3'ü mötərizə xaricinə çıxardıb 4'də 1 çıxılsın 4'ü 8'ə vuranda 32, 33 şəklində yaza bilərik. Buradan görəsiniz. -2'də 3 vurulsun -1'dən 33'e çıxdığımız zaman 32 edəcək. 32'nin 4 ixtisar gedəcək. Burada 8 qalar. Burada 1 qalar. 8 ilə də 2 ixtisar gedər. Burada 4 qalar. Cavabımız da olar müsbət 12 şəklində. Keçdik növbəti 7-ci misalımıza. 7-ci misal. 7'də deyir sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. Misalı verir. -1,4a vurulsun 1,5'ə. Sadələşdirmək nə deməli? Yəni 1,4'ü 1,5'ə vuranda -2,1a edəcək. A-ya da verir ki 2 bölünsün 7'dir. Yəni -2,1a bərabərdir. -2,1 vurulsun 7'də 2'yə. 2,1 ilə 7 ixtisar gedir. 0,3 vurulsun 2. Bu da 0,6
alınır. B bəndində -3 bölünsün 8x vurulsun -4 bölünsün 3-ə. 8 ilə 4 ixtisar gedirik. Burada 2 qalır. 3 ilə də 3 ixtisar gedir. Misalımız oldu 2-də 1x və yaxud da x bölünsün 2 şəklində. X-a da bizə -1,6 verir. Yəni -1,6 bölünsün 2-yə. Bu dedəcək -0,8-i. C bəndinin misalını burada yazaq. -5 bölünsün 12b vurulsun 1,2 c-yə. Belə yazdığımız zaman 1,2 ilə 12-ni ixtisar aparırıq. 0,1-i də 5-ə vurduğumuz zaman 0,5 b c alınır. B-yə burada deyir 1,4-dür. C isə -3 bölünsün 7-dir. Misal olaraq yazırıq. -0,5 BC bərabərdir. -0,5 vurulsun 1,4-ə vurulsun -3 bölünsün 7-yə. 1,4 ilə 7 ixtisar gedir. Sonra 0,2 bunda vurduğumuz zaman 2 dənə də mənfi olduğu üçün cavabımız olacaq 0,3 şəklində. 8-ci misalımız deyir ki, vuruqlar sıfırdan fərqli olduqda fikirlərin doğru və yanlış olduğunu əsaslandırır. Mənfi vuruqların sayı tək olarsa, hasil mənfi ədəddir. Bəli, məsələn, -1-i 2-yə vurduğumuz zaman biz -2-ni almış oluruq. Bax, bir dənədir. Mənfi vuruqların sayı cüt olarsa, hasil müsbət ədəddir. Bəli, -2-ni -2 vurulsun -3 bərabərdir müsbət 6-ya. Yəni 2 ifadənin ikisi də doğrudur. A da doğrudur. B də doğrudur. Bu şəkildə uşaqlar bölünməsini də ayrı bir video şəklində paylaşacağım. Bura qədər yenə gəlmisinizsə kanalımıza dəstək olmağı unutmayın.